Salam hörmətli abituriyentlər, hörmətli tələbələr, hər birinizi xoş gördük. Bu gündən etibarən bir müəllim, bir tələbə layihəsi ilə qarşınızda olacağıq. Biz bu layihədən məqsəd dərs keçdiyimiz tələbələrlə həm gələcək planları haqqında, həm də dərs keçdiyimiz müddət ərzində abituriyent hazırlıqları necə keçib, bununla bağlı bir söhbət aparacağıq. Bugünkü qonağımız da məncə hamının yaxşı tanıdığı, artıq ölkədə 1 milyondan çox izlənmə almış bir videomuz vardı. Orada Azərbaycan imtahanından, qəbul imtahanında 100 bal yığıb, amma ağlayan tələbəmiz vardı, Aygün xanım. İstədik elə Aygünü çağıraq. Aygün, xoş gəlmisən qadam, necəsən? Xoş gördük, yaxşısınız necəsiz? Sağ ol qadam, yaxşı olsun. Necə gedir tətil? Normal, dincəlirik hələ ki. Dərslər dayanıb, davam edirik. Səncə tətil sıxıcı keçir, yoxsa hazırlıq dönəmi? Yəni hansı daha çox səni biraz narahat eləyirdi? Əslində sıxıcı deməzdim. Sadəcə hazırlıq dönəmi yeni bitdiyi üçün yaya tam adaptasiya ola bilməmişik deyə indiki zamanlar biraz sıxıcıdır. Sonra alışacağımı düşünürəm. Bir boşluq hiss olunur. Səhər durub esin oxumursan da, onun bu boşluğu var. Sanki bir boşluq. Aygün, istəyirəm biraz bu şeydən danışaq, hazırlıq dönəmindən danışaq. Hazırlıq dönəmində ən çox çətinlik çəkilən məqam tələbələrdə hansı situasiyadır? Yəni ən çox özünün çətinlik çəkdiyi məqam nə idi? Mənim hazırlıqda ən çox çətinlik çəkdiyim fən Azərbaycan dili idi. Çünki Azərbaycan dilindən daha öncə də zəif idim və ilk dəfə hazırlığa gedirdim. Buna görə də ilk başlarda hazırlaşmaqda çətinlik çəkirdim, amma sağ olsun sizin də dəstəyinizlə Təşəkkür edirəm. bunu yaxşı şəkildə toparlaya bildik. Ümumiyyətlə bu Aygünü nəzərə çatdırım ki, səhv eləmirəmsə Aygün buraxılış imtahanı neçə bal yığmışdın qadın? 275 bal. 275 bal yığmışdın və Azərbaycan imtahanından eyni zamanda qəbul imtahanı, buraxılış imtahanında 100 bal yığmışdıq. Səncə bu balı yığmaq üçün kifayət qədər yaxşı bir baldır. Hər fəndən demək olar ki 90 plus nəticə göstərmisən, orada 80 neçə də vardı, amma bu balı yığmaq üçün bir şagirdə bu 6-7 aylıq hazırlıq müddəti kifayət eləyir səncə, yoxsa biraz baza lazımdır məktəbdə? Şagirdin potensialına görə dəyişir. Məncə əgər yüksək bal nəzərdə tutan şagirdlər varsa, ibtidai siniflərdən, orta məktəbdə də təhsilə yaxşı diqqət göstərməlidirlər. Çünki bir uşağın əgər bazası yoxdursa, bu qədər qısa müddətdə inkişaf eləməsi çətindir məncə. Yəni bizim qrup yoldaşlarımız da vardı, səndən paralel qruplarda gördük ki, onlar məsələn 180 200 yığırlar. Ümumiyyətlə sən düşünürsən, məncə belə bir şey var da, yəni hər tələbə 300 bal yığa biləcək deyə bir şey yoxdur və yaxud da ki 270 yığacaq, 290 yığacaq deyə bir şey yoxdur. Hər tələbənin bir maksimumu var. Yəni yığa biləcəyi bir bal var. Mütləq şərt deyil ki, bir adam gəlib 6 ay hazırlığa, demək ki o 275 bal yığmalıdır. Mən də düşünürəm ki, yəni orada şagird hazırlığa gəlməmişdən də əvvəl məktəbin seçilən şagirdlərindən olmalıdır, mütəmadi olaraq oxumalıdır. Hərdən valideynlərdə bir səhv yanaşma var. Biz uşağı hazırlığa göndərdik, niyə filan kəs 270, 280 bal yığdı, mənim övladım niyə 150 yığır? Amma ona başa sala bilmirik ki, 150 bal həmin tələbə üçün əslində maksimaldır. Çünki 6 aylıq bir period böyük bir period deyil. Yəni nəzərə alsaq ki, biz həmin müddət ərzində 5, 6, 7, 8, 9 sinifin hazırlıqlarını keçirik, amma tələbədən biz bunu 6 ay yükləməyə çalışdıq. Hansı ki, bu 8 il ərzində məktəbdə yatıb indi gəlir maksimal bal istəyir. Yəni o biraz qəribə, çətindir. Əlbəttə ki, mümkünsüz kimi bir şeydir. Yəni ona görə məktəb bazası düzəlsin önəmlidir. Aygün, gələcəkdə planların inşallah indi 9 sinif yekunlaşdırdan neçənci qrup hazırlaşmağa qərar vermisən? 3-cü qrupu hüquq istəyirəm. Hüquq. Yəni niyə hüquq? Mən bilmirəm, özüm içimdən gələn səsi dinləyirəm əslində, amma ki məncə hər insan öz hüquqlarını bilməlidir, öz haqqlarını müdafiə edə bilməlidir. Təbii ki, hüquqşünas olmadan da öz haqqlarımızı bilə bilərik, özümüzü müdafiə edə bilərik, amma yenə də yəni hər insan özünü harda görürsə, məncə orada davam eləməlidir, ən yaxşısı ola bilmək üçün. Ya ümumiyyətlə hüquq sahəsinə yönəlməyəndə hansısa bir kino, hansısa bir nəsə bir qıraq etken olub, yoxsa elə? Məncə yox elədir. Təbii ki, kinolardan da biraz belə görüb götürdüyümüz olur. I go here. You go where? Harvard. Law school. Amma məncə elə ciddi bir təsir olmayıb. Prosta öz içindən İstək gələn, oldu. bəli. Yəni mən nəzərə çatdırım ki, əslində Aygünün riyaziyyatda kifayət qədər yaxşı idi. Hətta bizim kursda riyaziyyat olaraq ən yüksək potensiallı görünən şagirdlərdən biri Aygün idi. Aygün, niyə Azərbaycanda riyaziyyatdan çox yazıldı? Yəni bu da maraqlıdır. Nə baş verdi? Mən hərdən özüm də düşünürəm, amma orada belə kiçik nüanslar var idi. Məsələn, riyaziyyatdan 2 dənə sualımı diqqətsizlik eləyib səhv götürtmüşdüm. Onlar məsələn gətirib balımı aşağı saldı və bir sualda da problemli sual var idi və təbii ki, onu öz xeyrinə götürdü və bizim sualımız səhv olduğu üçün oradan da balım getdi. Əslində Azərbaycan dilinin belə olacağı məni də təəccübləndirdi. Yəni mən düşünürəm ki, əslində sən inşallah 11-ci sinif buraxılış imtahanında riyaziyyata 100 vurarsan. Yəni o biraz İnşallah. 100 biraz şansa dayanan bir şey deyil sanki. Təbii ki, İmtahanlar orada artıq bunu göstərir məncə. çünki nə qədər dərs oxuyursaq oxuyaq, hər zaman hər kəsin bilmədiyi bir şeylər vardır. Şans orada odur ki, o uşaq nə qədər çalışmış olsa da imtahanda kitabçanı açanda o bilmədiyin sual düşməməlidir. Həyəcan necə Aygün? Səndə olurdu yəni 9-cu sinif imtahanı başladı buraxılış.
çalışır. Önəmlidir. Məncə önəmli bir şeydir. Mən sadəcə imtahana gedəndə özümü sakit olduğuma inandırmağa çalışırdım. Deyirdim sakitəm, sakitəm. Elə bir atmosfer yaradırdım özümə ki, sanki sakitəm. O da mənə yaxşı Onu təsir demək edirdi. belə əslində belə həyəcan Özümə- yaradır da, yəni əslində yəni Özümə sakitəm demək belə. inandırırdım ki, sakitəm, heç nə yoxdur. O şəkildə davrandığıma görə də peşman deyiləm. Çünki həyəcanlandığıma inansaydım daha da betər olacaqdı. Belə, Acun, hazırlıq vaxtlarından danışaq. İndi biz səninlə Azərbaycan dili dərsində tanış olmuşuq da bir müəllim, bir tələbə kimi. Səncə, yəni bizim bu Azərbaycan dili fənni əslində müqayisəyə qoysaq, həqiqətən də riyaziyyat qədər çətin bir fənn deyil. Yəni riyaziyyat elmlərinin şahıdır. İndi Azərbaycan dilindən o fənni müqayisəyə qoymaq doğru deyil, amma Azərbaycandan 100 yığmaq bir bacarıq tələb edir həqiqətən. Üstənilən fəndə istəyir bu tarix olar, burada humanitar bacarıq var, məsələn texniki fizikadan olar. Bir bacarıq, yəni 100 bal yığmaq təsadüf deyil. Yəni təsadüflə 100 bal yığılmır. Yəni heç kim təsadüflə gəlib 100 bal yığmayıb. Səncə Azərbaycan dilindən bir şagirdin, bir tələbənin 100 bal yığması üçün, yəni nə qədər çalışqanlıq lazımdır? O tələbə nə qədər çalışqan olmalı? Yəni burada tələbənin çalışqanlığı yetərmi 100 bala, yoxsa başqa amillər də var? Belə deyim də, məncə sırf tələbənin çalışqanlığı ilə deyil, müəllimlə tələbə 50-50 olmalıdır. Bir şagirdin müəllimi əgər yetəri qədər savadlı deyilsə, tələbə nə qədər çalışsın, ortaya o nəticə çıxa bilməz. Amma hər ikisinin birgə çalışması olsa, təbii ki 100% nəticə ortaya da çıxa bilər. Amma ki, belə bir şey də var ki, şagird heç vaxt məncə yetinməməlidir. Çünki Azərbaycan dili elədir ki, daim bilmədiyimiz sözlər, bilmədiyimiz nöqtələr olur və hər zaman da ortaya çıxır ki, bunlar yeni bir şey var imiş, bilmirmişik. Buna görə də məncə daim araşdırmağa davam eləməli, daim öyrənməkdən bezməməlidir şagird. Ələxüsus dediyin kimi, yəni kifayət qədər dilimizdə söz ehtiyatı var və o imtahanda biz bilmirdik qarşımıza nə çıxacaq. Ümumiyyətlə hazırlıq dövründə bizim sinifdə ən çox müzakirə olan, Xədiçəyə də buradan salam deyə, ən çox müzakirə olan məsələlərdən biri hazırlıq prosesimizin ləng getməyidir. Səncə, yəni mənim hazırlıq prosesim dövründə bu hazırlığın ləng getməyi hansı bir uşağımıza mənfi təsir göstərib? Yəni orada qrupda bir 20 nəfər uşaq var da demək olar ki. Yəni səncə onlar biz ləng getdik deyə ola bilər hansısa biri 80 bal yığdı, 85 bal yığdı. Yəni hazırlığımızın ləng getməyini sən müsbət bir şey kimi qarşılayırsan yoxsa mənfi? Bu məncə belə deyim də, mənfi görülə biləcək bir şey deyil. Çünki ortada mənfi bir təsir olsaydı, həmin mənfi təsir mənə də təsir eləmiş olardı. Bəziləri var idi, təbii ki, danışırdılar ki, öz çevrəmdə də var idi. Məsələn, yanvarda onlar bu mövzuları bitirmişdilər. Biz hansısa bir mövzuda hələ də var idi ki, keçməmişik o mövzuları və bunu belə bizə belə qəribə baxırdılar ki, necə yəni keçib qurtarmamısınız hələ. Halbuki mən bu bitirməyib. Bəli, bir də soruşurdular müəllimin kimdir deyə bitirməyiblər. Halbuki onu məndən soruşan bütün uşaqlardan daha yaxşı bal yığmışam. Yəni belə deyim də, önəmli olan müəllimin özünün ona uyğun olan taktikası ilə dərsi keçməsidir. Müəllimin rolu çox böyükdür. Yəni belə deyim də, hər hansısa bir müəllim o demək deyil ki, dərsi tez keçib qurtarır. Həfizə bütün uşaqlar öyrəndi. Bu o demək deyil axı. Kamil müəllim bizə məncə hər incəliklərlə öyrətmək üçün yavaş keçirdi və önəmli olan çox çalışmaq deyil, keyfiyyətli çalışmaqdır. Tez bitirmək də önəmli deyil. Tələsən təndirə düşür. Biz sən nəyi görmüşəm? Yəni hazırlıq müəllimlərindən o indi mən də tələbələrlə münasibətdə, söhbətdə görürəm ki, hazırlıq müəllimləri məsələn ev tapşırıqlarını 200-250 dənə verir. Amma biz maksimum nə qədər hazırlıq ev tapşırığı verdik bir testdən bir Bizdə 80 test olanda uşaqlara alışmamışdılar deyə çox deyil. Yəni normalda standart ölçümüz nə qədər idi bizim? 50, maks 60. 50 dənə. Yəni əslində 50 dənə ilə biz 100 bal yığa biliriksə, demək ki, bu işi 50 dənə ilə eləmək olarmış da, eləmi? Bəli, çünki məncə digər müəllimlər lazımsız hər şeyi verirlər, nə olar, nə olmaz deyə siz sadəcə önəmli nöqtələri bilib. Buna qorxaqlıq demək olar biraz. Sanki düzgün yanaşma deyil. Düzgün yanaşma deyil də. Yəni məncə orada biraz müəllim güvənsizliyi var. Mən həmişə sizə deyirdim uşaqlara, yəni bəli, rahat olmaq lazımdır. Yəni burada bizə çox işləməklə bir şey eləməli deyilik. Biz lazım bir şey işləməklə eləməliyik. Belə, bu düzgün çalışmaq dediyimiz məhz budur da. Yəni bizim də istədiyimiz budur ki, biz uşaqlara əslində dərs prosesimiz indi illik 90 dəqiqədir. İstəyirəm bunu bir izləyicilər üçün də, növbət tədrisində bizimlə birgə hazırlaşacaq uşaqlar üçün də bir məlumat olaraq verək. 90 dəqiqəlik bir dərs periodu var. Yəni səncə mənim orada dərs izahım, yəni tam səmimi dərs izahım neçə dəqiqə dərs keçirdim səncə? Yəni dərs keçməyə nə qədər vaxtımız gedirdi? Çox az vaxt. Yəni belə deyim də, müəllimimiz dərsi qısa şəkildə izah eləyirdi, amma elə izah eləyir ki, açığını deyim də, mən məsələn müəllimin dərs izahı olmasa, gedib o qaydanı oxusam, o şəkildə başa düşmərəm. Amma müəllimin təkcə dərs izahı ilə belə qaydanı oxumadan biz testləri rahat şəkildə işləyə bilirdik. Ona görə də müəllimin qısa bir izahı ilə belə bizə hər şeyi aydın şəkildə. Səncə dəqiqə olaraq bölsək, indi dəqiqə olaraq bölsək. Sıradan adi dərs izahına nə qədər vaxtımız gedirdi səncə günlük? 15 dəqiqə. 15 dəqiqə. Dərs desəm 20 dəqiqə. Maksimal yəni tabir mürəkkəbçi mənsə bir 25 dəqiqə falan ayırarıq da ondan artıq. 25 dəqiqə, amma çox azdır, yəni. Hə, təşəkkür edirəm Acun. Yəni bunlar demək yaxşı oldu. Çünki mən həmişə demişəm ki, yəni düzgün çalışmaq lazımdır. Şərt o deyil, dayanmadan testlər işləyək və bunu həm də elə bizi izləyən digər
abituriyentlər üçün də deyirəm, əgər bir müəllim bir şagirdə düşünürəm ki, 250-300 test verirsə və Dövlət İmtahan Mərkəzindən Azərbaycan dilindən söhbət gedir, başqa vəsaitlər işlənirsə, əslində bu biraz qorxaqlıqdır. Çünki imtahanı götürən qurum Dövlət İmtahan Mərkəzidir və indiyə qədər mənim də yadıma gəlmir ki, o imtahanda Dimin abituriyent jurnalından kənar nəsə bir şey qəbul imtahanına düşsün ki, bizə də düşmədi. Onsuz da o müəyyən kurs nəşrləri var ki, hansı ki, hamı 10 manat, 15 manata kitab satır. Yəni mən tövsiyə edirəm ki, o kitabları da gedib almasınlar. Son olaraq Aygün bir viral olduğum bir video vardı. Hansı ki, bütün ölkə ondan danışdı, milyonlarla izlənmə aldı. Nə sən nə də mən yəqin ki, o videonun o qədər tepki alacağını görməzdik də. Bəli, orada bir yaxşı tərəfləri də vardı, indi pis tərəfləri də vardı. Yəni videonun sənin həyatında nə rol oldu? Yəni məktəbdə o video səni məşhurlaşdımı, yoxsa elə mən məktəbdə məşhur idim, müəllim, nəyini məşhurlaşacağam? Necə oldu? Yəni o video sənin həyatında nə kimi təsir buraxışladı? Yəni necə oldu? Belə deyim də, məsələn, bəlkə də kimsə elə bir video olsa buna biabırçılıq kimi baxar. Mən də ilk başda birinci qərbə baxırdım ki, hamı gördü elə belə, amma sonra gördüm ki, əslində belə bir videonun çıxmağı məncə hələ də gələcək nəsillər üçün bir ümiddir. Hələ də bu ölkədə yüksək bal üçün ağlaya bilən uşaqlar var. Hələ də yəni insanlar təhsil üçün, uğurlu bir gələcək üçün çalışırlar. Məncə bu lağlaq eləyib, 75 balla müqayisə edib paylaşmaq lazım deyil. Bununla təbii ki də məzələnənlər çox olurdu. Buna hətta tənqid edənlər olurdu ki, yəni sizin yeriniz olsam onu eləyərdim, bunu eləyərdim. Çünki əsla o yerə gəlib çata bilməyəcək olan insanlardır ki, buna belə qərbə baxırlar və buna bu şəkildə yanaşırlar. Məncə əksinə bu yaxşı bir şeydir. Həm də cəmiyyətimizdə bu qədər yayılması da xoş oldu ki, insanlar da artıq görürlər ki, ölkədə belə insanlar var və bəlkə də kiməsə burada ümid vermişik ki, onlar da bizim kimi ola bilər. İnanırlar bəlkə də artıq. Əlbəttə, yəni hədəfi nə qədər yüksək qoyursansa, əslində onun stresi, baskısı, yəni biz indi Aygünü həmin qəbul imtahanına 300 bal olaraq motivasiya edib göndərmişdik və təbii ki, Aygünün orada çəkdiyi stresi heç kim başa düşməz. Çünki Aygünün üstünə böyük bir yük qoyulub göndərilmişdi ki, sən bunu bacararsan, sən bunu yığacaqsan. İnanırıq ki, onsuz da 11-ci sinifdə inşallah onu bacararsan Aygün. Həqiqətən tam səmimi deyirəm, inanıram ki, bacaracaqsan. Dediyin kimi Aygün, yəni orada mən rəyləri oxuyuram. Həqiqətən o rəylərdə bir cümləni belə yazmaqda çətinlik çəkən insanlardır. Baxırsan bir cümlədə nə qədər səhvləri var, amma hansı ki, bura irad tuturlar. Orada biraz ağlamaq məsələsi biraz sanki süni kimi görsənir. Mən də ona baxanda istəyirəm, yəqin özün də istəyirəm. Amma onu da başa düşməyiblər ki, Aygün o həmin ağlama ərəfəsinə qədər ağlamışdı. Artıq gözünün yaşı qalmamışdı. Belə, təşəkkür edirəm Aygün gəldiyin üçün, minnətdaram gəldin. Həm hazırlıq üçün nə lazımdır ki, uşaq yüksək bal yığmalıdır. Bir növ valideynlər də məncə biraz uşaqlarından baskını kəsməlidirlər də. Çünki bu balların yığılması üçün sadəcə 6 aylıq, 7 aylıq period kifayət eləmir. Məktəbdə oxumaq lazımdır. Uşaq daim məktəbdə yaxşı olmalıdır. Bu məlumatları verdiyin üçün də təşəkkür edirəm. Gələcək həyatında uğurlar. İnşallah gələcəkdə gözəl bir hüquqşünas olarsan. Biz də baxıb fəxrlə deyirik ki, Aygün xanım bizim tələbəmiz olub. Biz də nə vaxtsa Aygün xanımla bir yerdə eyni auditoriyanı bölüşmüşük. Belə təşəkkür edirəm gəldiyin üçün, minnətdaram qadası. Növbəti yayımlarımızda da biz digər tələbələrimizdən kimlərsə bizim yayımlarımızda olmaq istəyərsə bizə müraciət eləyər. Baxdığınız üçün təşəkkür edirik. Sağ olun. Sağ olun.